Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Mustafa Evrüfət Söhraboğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, Vətən müharibəsində qazanılan zəfər 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. 44 gün davam edən və Vətən müharibəsi olaraq adlandırılan müharibə şanlı Azərbaycan ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Digər çıxış edənlər qeyd etdilər ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, həmçinin Azərbaycan ordusunun şücaəti, gücü sayəsində işğalda olan ərazilərimiz azad olundu. Eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Şəhidimizin atası Zöhrab Mustafayev göstərdikləri diqqət və qayğıya görə Ali Başkomandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Mustafa Evrüfət Söhraboğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdu. 2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağırılmış, Goranboy rayonunda yerləşən en saylı hərbi hissədə xidmətini davam etdirmişdi. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdi. 9 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olmuşdu.